Aprelin 2-də Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierin rəsmi qarşılanma mərasimi olub. Qaravul, faragat! Qaravula! Al! Dikkat sağa! Cənab Almaniya Federativ Respublikasının prezidenti, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə fəxri qaravul düzülüb. Qaravul rəisi polkovnik leytenant Quli. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier ilə təkbətək görüşüb. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Almaniya Federativ Respublikasının birinci xanımı Elke Büdenbender ilə görüşü olub. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeier ilə geniş tərkibdə görüşü keçirilib. Prezidentlər mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. Prezident İlham Əliyevin adından Almaniya Federativ Respublikasının prezidenti Frank-Walter Steinmeierin şərəfinə rəsmi nahar verilib. Namiq Abbasov, Today Press.